Hər vaxtınız xeyir olsun gənclər. Yeni bir pul qazanma videomuzda hər birinizi xoş gördük. Bugün sizə hər zaman olduğu kimi internetdən pul qazanıb bank kartınıza çıxarış edə biləcəyiniz yeni bir sayt göstərəcəm. Saytdan istifadə etmək olduqca asandır. Mənim özümün də burada topladığım müəyyən bir vəsait var. Onu bank kartıma çıxarış edərəm, canlı görərsiniz bunu. İnternetdən pul qazanma üsulları çoxdur. Kanalımıza baxsaz orada müəyyən qazanc üsulları var. Oyun oynayıb, reklam izləyib və yaxud anket doldurub bu tip üsullarla pul qazanmaq mümkündür. Amma mənim sizə bugün göstərəcəyim üsul yatırım eləyib pul qazanmaqdır. Yəni əvvəlcədən qeyd edeyim, sayt yatırımlı işləyir. Saytı belə göstərim sizə. Bunu məsələn belə fikirləşə bilərsiniz də, siz hər hansısa bir işə pul qoyursunuz və oradan müəyyən bir müddət sonra pul götürməyə çalışırsınız. Yəni necə ki hər hansısa bir işə yatırım eləyib başlayırsınız, eyni ilə belə saytlar da var. Bir çoxunuz bu tip saytları tanıyırsınız. Yəni sayta yatırım eləyib pul qoyursunuz, daha sonra saytdan yavaş-yavaş pul götürürsünüz. Hər işdə risk olduğu kimi bu tip saytlarda da hər zaman risk olur. Yəni bu riskləri nəzərə alın, ondan sonra istifadə edin yatırım saytlarını. Fərqi yoxdur, bu və yaxud başqası. Yatırım saytları əsasən bizə normal pullar qazandırır, yəni digər saytlardan qat-qat artıq qazandırır. Belə ki biz yatırım eləməsək, reklam izləyib, oyun oynayıb bir ay ərzində 100 manat, 150 manat, bəlkə də biraz daha artıq qazana bilərik. Amma yatırımlı olanda, yəni qazanc dəhşət çox olur burada. Təbii ki, bütün riskləri nəzərə alın ondan sonra. Yəni məsələn bunların eləsi var ki 1 il işləyər, 2 il işləyər, eləsi də var daha az müddətə bağlanır. Bu tip şeylər həmişə ağlınızda olsun. Mən özüm bir çox belə sayta pul qoyuram, istifadə eləyirəm, paylaşıram ki bu tip saytlar var. Videomuzun altından sayta keçid edə bilərsiniz. Deməli, burada gəliri göstərəm sizə. 9 dənə paket var və hər birinin qazancı fərqli olur. 2 manat qazandıranda var, 6 manat qazandıranda var, 12 manat da var. Bunları izah edəcəm sizə. Amma gəlin əvvəlcə mən öz balansımda olan pulu çıxarış edeyim. Elə videomuzun daxilində pul gəlsin kartıma. Çıxarış üçün sol menyuda olan pul çıxarışı bölməsinə gəlirik. Burada həm EMON var, həm də bank kartı var. Sizə hansı rahatdırsa seçə bilərsiniz. Mən əsasən bank kartı istifadə etdiyim üçün bank kartımı seçib bura adımı da yazıram və əlavə et deyirəm. Bir dəfə əlavə etsəz bəs eləyir, daha sonra ehtiyac yoxdur buna. İndi yenidən daxil oluram pul çıxarış yerinə. Burada bankımı seçdim. Bir dəqiqə yenidən girim. Aha. Çıxarış məbləği də tam miqdar yazmaq lazımdır. Misal üçün 65-dirsə balansım 60 yazmalıyam. Yəni sonu 0 olmalıdır. Tutaq ki balansınızda 11 manat pul var, siz 10 yazmalısınız. İndi çıxar deyirəm. Əla, baxın balansım qaldı 5 manat. İndi gəlin mən sizə burada necə pul qazanmaq lazımdır, bunları da izah edeyim. Pulumuz gələnə kimi. Baxın burada paketlər var. Məsələn, birinci paketin dəyəri Samsung 1-in dəyəri. Deyir ki 30 manat verib bunu alırsınız və gündəlik 2 manat qazanırsınız. Və yaxud ikinci paket. 70 manat verib alırsınız, gündəlik 6 manat qazanırsınız. Üçüncü paket 120 manat verib bunu alırsınız, gündəlik 12 manat qazanırsınız. İndi buradan belə bir məntiq çıxır ortaya. Nə qədər çox yatırım eləsəz, o qədər çox qazanc verir sizə. Yəni misal üçün birinci paketi alanda yatırım elədiyiniz məbləğ 15 gün ərzində geri qayıdır. Üçüncü paketi alanda artıq siz 10 günə öz pulunuzu çıxarmış olursunuz. Təbii ki, indi burada belə paketlər də var, 7.000, 10.000 dəyərində. İndi yəqin ki, belə pullar qoymayasınız bura. 30 manat, 70 manat bu kimi paketləri alıb istifadə etmək olar. Mən də əsasən bu tip saytlarda əvvəlcə level 1 və yaxud level 2 paketini alıb istifadə edirəm. Birinci qazanc bu cürdür. İkinci qazanc isə bundan daha yaxşıdır. Baxın, burada paylaş bölməsi var. Referansdan sizə 25% bonus verir. Yəni mən referans marağında deyiləm. Heç istəsəz mənim referansım da olmayın. Sırf yəni bu videonu paylaşmaq məqsədim referansda mənə pul gəlsin falan deyil. Sırf təqdimat məqsədlidir. Deməli misal üçün referans nədir? Sizin burada referans linkiniz var. Bunu paylaşırsınız. Kimsə sizin linkinizdən qeydiyyatdan keçəndə sizin referansınız olur. Və həmin referansınız sayta yatırım eləyəndə sayt sizə 25% bonus verir. Məsələn 100 manat yatırım eləsə, sayt sizə 25 manat bonus verir. Yəni belə yaxşı miqdarda bonuslar mümkündür. Bundan başqa tutaq ki, siz bu paketləri alıb istifadə etmək istəyirsiniz də yatırım paketlərini. Nə etməlisiniz? Pul çıxarmağı bildik. İndi isə bura biz
balansımızı artırmağa. Onsuz da sayta giriş eləyəndə sayt sizə 10 manat verir. Mən onu istifadə eləmişəm o heç. Balansınızda 10 manat olur. Onun da üstünə belə buradan artıra bilərsiniz. Misal üçün tutaq 70 manat qoya bilərsiniz üstünə. 70 seçirsiniz. Ödəniş deyirsiniz. Ödənişə vurandan sonra gözləyək. Bir pəncərə açılmalıdır bizə ödəniş eləməyimiz üçün. Və onda qeyd edeyim ki sizə, sayt sizə hər gün 50 qəpikdə əlavə bonus verir. Yəni qeydiyyat zamanı 10 manat bonusdur. Hər gün isə 50 qəpik bonus alırsınız. Bunu gözləyək. Aşağıda baxın məlumatlar da var. Burada deyir minimum 30 manat yatırım eləməlisiniz. Əgər yarım saat ərzində pul gəlməsə balansınıza, müştəri xidməti ilə əlaqə saxlayın. Yəni burada bu cür xidmətlər də var. Bir dənə gözləyək bu. Hələ ki fırlanır. Yəqin ki internet bağlantımda bir problem var. Yenidən eləyək. 30 manat seçib tutaq ki vurduqda ödənişə. Aha. Baxın burada siz bank kartı və yaxud Emona köçürmə eləyə bilərsiniz. Burada sizə bir nömrə verir. Həmin nömrəyə pulu göndərib transfer tamamlandı deyə vurursunuz. Daha sonra yəqin ki sizdən çek istəyir, onu yükləyirsiniz. Yəni bütün proseslər sadədir. Bir problem də olan zaman göstərəcəm sizə müştəri dəstəyini. Yəqin ki saytın müştəri dəstəyi də var. Baxın burada kömək bölməsi var. Köməyə vuranda Telegram kanalı da var, Telegram müştəri xidmətləri də var. Bura keçid edirik. Baxın, customer service. Bura yazırsınız. Hər hansısa bir problem olanda sizə köməklik göstərirlər ətraflı. Belə gənclər, məncə hər bir şeyi izah elədim sizə. Qaranlıq qalan bir yer olmadı. Baxın burada da var ki 10 manat bonus verir və giriş bonusu, yəni gündəlik sizə 50 qəpik bonus verilir. Bu kimi məlumatlara da özünüz baxa bilərsiniz. İndi hələ ki pulumuz gəlmədi, yəqin ki bir 5 dəqiqə falan gəlir. Mən videonu saxlayım. Pulumuz gələndə bunu yenidən başladıb sizə göstərərəm. Deməli gənclər, pulumuz gəldi. 20% komissiya çıxılır və 48 manat balansıma gəlmiş oldu. Ödəmə sübutunu gördük. Məncə hər hansısa bir problem yoxdur. Yəni rahat istifadə etmək olar. Hələ ki sayt normal işləyir. Əlavədə nəsə sualınız olsa, bunların öz müştəri dəstəyinə yaza bilərsiniz. Yəni bir köməklik lazım olsa təbii ki, mən köməklik eləyə bilərəm. Saytdan məsələn necə qeydiyyatdan keçmək olar, necə pul çıxarmaq olar, bu kimi şeylər heç. Amma saytdan bağlı bir problem yarananda mən sizə köməklik eləyə bilmirəm, çünki mən saytın rəsmi işçisi falan deyiləm. Ona görə bunların öz müştəri dəstəyinə yazırsınız, onlar sizə köməklik göstərir. İzlədiyiniz üçün təşəkkürlər.